Bilirsiniz, robotlar adətən Amerikada, Yaponiyada böyük laboratoriyalarda hazırlanmış texnologiya kimi təsəvvür edirik. Lakin bugün Milli Gimnastika Arenasından sizə fərqli bir mənzərə göstərəcəyik. Bu olimpiyadada iştirak edən balaca mühəndislərin qurduğu robotlar nəinki rəqs edir, hətta Marsda missiya icra etməyə belə hazırlaşır. Onlar yaşlarına baxmayaraq inanılmaz dərəcədə iddialıdırlar. Hər birinizi xoş gördük. Təşəkkür edirəm. Çox sağ olun. Bəlkə də biz bu robotların alimlər və böyük ixtiraçılar tərəfindən hazırlandığını düşünürük. Amma buradakı mənzərə gördüklərimizi təksib edir. Çünki bütün bu proseslərin arxasında məktəbli dostlarımız dayanır. Yaşları balaca olsa da gördükləri işlər və ruhları olduqca böyükdür. 8-ci Respublika Robot Olimpiyadası istedadlı uşaqları bir araya gətirdi. Olimpiyadanın açılış mərasimi bədii hisslə ilə başladı. Səhnədə müxtəlif rəqs qrupları, robotların rəqsi və dron şou uşaqlar tərəfindən maraqla qarşılandı. Yarışın birinci hissəsi başa çatdıqdan sonra test mərhələsinə start verilir. Əzimlə çalışan bu uşaqların 11, 13 və 15 yaşları var. Bəs görəsən hazırladıkları robotun missiyası nədir və o sınaqdan uğurla çıxacaqmı? Marsda missiyalar icra eləyir. Yəni yer planetindən fərqli olan bir planetdə missiya icra eləyir. Yəni bu da gələcəkdə Marsda icra olunacaq hər hansısa bir layihələrin patentidir, biz belə düşünürük. Əgər bu layihədə bizim uğurlarımız olsa, düşünürük bu daha da inkişaf eləyəcək və bunun nəsə töhfəsi olacaq. İştirakçılara uğurlar arzulayıb keçid alırıq digər komandaya. Qalib olmalıyıq. Qalib olub məktəbimizi və müəllimlərimizi və valideynlərimizi qürurlandırmalıyıq. Burada rəqib olaraq kimi görürsünüz özünüzə? Mekanova komandasını. Çünki əslində onlarla dost olmalıyıq. Amma biz onlarla bir Steam'də işlədiyimiz üçün onları özümüzə rəqib kimi gördük. Çünki onlar bizimlə birlikdə elə bil inkişaf edib, biz düzəltdiyimizdə... Göstərə bilərsiniz o komandanı? Arkamızdakı elə komandadır bu komanda. Məktəblilər arasında bu sahədə beynəlxalq yarışlara qoşulanlar da var. Onlardan biri də müsahibim Atilla Abdulladır. Olimpiyadalara gedirik, başqa ölkələrə gedirik, robotları yığırıq və ölkəmizi təmsil edirik. Uğurlar, bəs bu qatıldığınız neçənci olimpiyadadır? Məndə 5-cidir. Bəs burada özünüzə rəqib kimi görürsünüz? Heç kimi. İddialıyıq, hə? Hə. Uğurlar dostlar. Sağ olun. Milli Gimnastika Arenasında 3 gün davam edəcək olimpiyadada 8-19 yaşadək yeniyetmə və gənclər 4 kateqoriya üzrə yarışacaqlar. Bu beynəlxalq Dünya Robot Olimpiyadasına final mərhələsinə hazırlıq rolunu oynayır. Yəni bu günləri burada qalib gələn gənclərimiz həmin Robot Olimpiyadasına gedəcək və artıq biz 7-ci ildir ki gedirik və çox fərəhləndiricidir ki təxminən 1500-2000 komandanın iştirak etdiyi böyük bir yarışmada gənclərimiz artıq mükafata layiq görülürlər. Ümumilikdə bu kateqoriyalar üzrə ölkənin 20 şəhər və rayonundan 252 komanda qeydiyyatdan keçib. Qeyd edək ki, 8-ci Respublika Robot Olimpiyadasında qalib olan komandalar bu il noyabrın 26-28-də Singapurda keçiriləcək 22-ci Dünya Robot Olimpiyadasında ölkəmizi təmsil edəcəklər. Nəzrin Müşfiq qızı, Ceyhun Hüseynli, İTV Xəbər.